Son zamanlar çox sayda təbii afətlər, yanğınlar, qasırğalar və daşqınlar baş verir. Ona görə də bu fəlakətləri süni, yəni insan əli ilə yaradılması fikrinə meyilli olanların sayı da artır. Ən məşhur versiyalardan biri də budur ki, təbii fəlakətlərin səbəbi iqlim silahlarının sınaqdan keçirilməsidir. Bir çoxları buna şübhə ilə yanaşsa da, tarixdə döyüş yağışlarının istifadəsinə dair çox parlaq bir nümunə var. Vyetnam müharibəsi. Bu müharibə əsl sınaq meydançası idi, lakin ən maraqlısı məhz iqlim silahının tətbiqi idi. Amerika ordusu əvvəlcə adi silahlardan istifadə edirdi, lakin müharibə başlayandan bir il sonra aydın oldu ki, bu metodlar gözlənildiyi qədər uğurlu deyil. Amerika hökuməti tam məxfi şəraitdə iqlim silahı adlandırılacaq metodun istifadəsinə qərar verdi. Bu əməliyyat Papay, dənizçi Papay cizgi filminin personajının şərəfinə adlandırıldı. Əməliyyatın mahiyyəti yağış mövsümündə Vyetnam üzərindəki buludlara xüsusi kimyəvi reagentlər səpilərək, nəticədə artan yağıntı miqdarının vasitəsilə Vyetnam partisanlarının istifadə etdiyi infrastrukturu, xüsusən də yolları sıradan çıxarması idi. İlk təcrübə 1966-cı ildə baş tutdu. Amerika mütəxəssisləri Vyetnam qoşunlarının olduğu əraziyə doğru gedən buludlara C-130 Herkules təyyarələri vasitəsilə gümüş yodid səpirdi. Heç kim bu təyyarələrin nə işlə məşğul olduğunu anlamırdı, çünki onlar bomba atmırdı. Nəticədə əraziyə 4 saat ərzində 23 sm yağıntı düşmüşdü. Əskərlər narazı olsa da, sınağın uğurlu olduğu aydınlaşmışdı. ABŞ hökumətinin tətbiq etdiyi iqlim silahı nəticəsində 1971-ci ilin avqustunda baş verən güclü daşqınlar ölkənin 10%-ni su altında qoydu. Kənd təsərrüfatı məhsulları məhv oldu, lakin ən dəhşətlisi 100 mindən çox insan həlak oldu. 1977-ci ildə BMT-də ətraf mühitə təsir vasitələrindən hərbi məqsədlərlə istifadəni qadağan edən konvensiya qəbul olundu. Bu sənədi həm ABŞ, həm də SSR imzaladı. Amerika bu silahları əvvəlcə inkar etsə də, konvensiyanın qəbulu bu silahların mövcudluğunu və tətbiqini bir daha gözlər önünə sərdi.